Bugünkü mövzumuz Python'da funksiyalardır. Funksiya əsas proqram və ya alt proqram tərəfindən çağırılmış. Yəni sizin bunu çəkirdim. Bir əsas proqram hissəniz olur. Bir də bu görəsiniz ki, yuxarıda bir def hissəsi var. Def hissəsi və daxilində olanlar bir hissədə dayanır. Əsas proqram icra olunur. Defə heç müraciət olmaya da bilər. Yəni def burada heç bir funksiyasız qala da bilər. Bu problem deyil. Amma proqramın içində def, məsələn, defin burada adı olur da, məsəl üçün A, məsəl üçün A funksiyası, A alt proqramı, proseduru, bunların hər biri ola bilər. Alt proqram deyək ki, ümumi olsun. A alt proqramı var, məsəl üçün. Aha, A alt proqramın burada işlədirsə, sən bunun adını görürsənsə, hər hansı bir hissəsi dövrün içində, şərtdə və s. Bunu görürsənsə, printdə də görə bilərsiniz. Görürsünüzsə, artıq bu çağırılmış olur. Def çağırılmış olur ki, defi istifadə eləyəsiniz. Bu anı tapmaq üçün gedib funksiyaya müraciət edirsiniz. Funksiyada bu anın həllini tapıb, gətirib yerinə qoyursunuz. Və öz daxilində bir bütünlük təşkil edən, yəni özü ayrıca bir sərbəst proqram olur def. Bunun biraz daha belə elmi cümlə yox, öz sözlərimizlə desək, deyərik ki, funksiya bir proqramı tez-tez işlətmək ehtiyacı olduqda bir dəfə yazılıb, müəyyən bir ada mənimsədilmiş, dedim axı bir ad veririk buna. Lazım olduqca həmin adla o funksiyanı icra edən alt proqramdır. Yəni, belə fikirləşək gəlin. Tutalım ki, məsəl üçün bir şirkətdə siz data mütəxəssisiniz. Yəni mənim datadan o qədər başım çıxmır, təxmin edirəm, nümunə üçün. Data mütəxəssisiniz. Məsələn, vergi haqqında bir proqram yazmalısınız ki, datanıza axtarış verəndə lazım olsun. Məsəl üçün, tutalım ki, hər dəfə vergini bu proqram necə tapacaq? Məsəl üçün, maaşı 400-ə qədər olan 400-ə qədər olanları, məsəl üçün də vergisi 5%-lə hesablanacaq. Tam ki, 400 min arası olanlar, 1000 arası olanlar, tam ki, 7%-dən hesablanacaq vergisi və s. Belə bir proqram yazırsınız. Və hər işçiyə bu proqramı, bir saniyə, aha. Yəni bunu hər dəfə yazmaqdansa, hər dəfə bunu yazıb hesablamaqdansa, proqram nə edir bizə? Proqram deyir ki, əgər belədirsə, məsələn bunu yazırıq, nə adı ilə məsələn vergi. Vergi adlı bir funksiya yazır. Hər dəfə istifadə eləyəndə, məsələn verginin üstünə başqa vergi də gələcək. Hesablayır vergi. Bunda içərisinə parametr yazır daxilinə. Yazır ki, məsəl üçün 490. Artıq bu vergi 490 hesablayıb sənə bu proqramı var da defin içində necə hesablamalıdır. Hesablayıb sənə bu verginin neçə faiz olduğunu gətirib verir. Yəni hər dəfə bir də proqram yazmırsınız da. Bunu bir modul kimi eləyib qoyursunuz. Yəni şey kimi fikirləşin. Məsələn, SQL falan istifadə edirsiniz. Görürsüz, SQL proqramı yazmırsınız. Elə SQL yazan kimi istifadə edirsiniz. ABS istifadə edirsiniz. Bunun kimidir. Aydındır? İndi baxaq quruluşuna. Quruluşu necə olur? Operatorlarda kim olur? Def açarı olur. Verdiyiniz ad olur, hansı addır. Sonra parametrlər olur. Burada bir parametr də ola bilər. Bir neçə parametr də ola bilər. Siyahı da ola bilər. Bir siyahı da verə bilər. Yəni burada yalnız bir parametr də görə bilərsiniz. 2, 3, 4, 5 parametr də görə bilərsiniz. Bir siyahı da görə bilərsiniz. Bunun fərqi yoxdur. Və sonda da 2 nöqtə olur. Return də daxilində istifadə edir. Operatorlarda kimi əgər
Nə etməlidirsə bir tab daxilində istifadə edir. Return nə etsin, nə qaytarsın cavab olaraq. Defin nəticəsi return'dur. Return nəticədir. Burada sən A-ya 5 ala bilərsən. Amma return deyər ki, A üstəgəl 8 qaytar. Cavab A üstəgəl 8-dir uşaqlar. Return nədirsə, cavab onu qaytar. Aydındır. Burada soruşmaq istədiyiniz nəsə var? Davam edək onda. Return olmaya da bilər. O hissəyə gəlib çıxacaq birazdan. Gəldik bura. Bir balaca ən sadə nümunəyə baxaq. Ən bəsit, basic bir nümunəyə baxaq. Deyir ki, print hasil 4-5. Hasil 4-5'i qoyur. 4-5. Return elə deyir. A vur B-ni. A vur B bizdə nə olacaq? 4 vurulsun 5. Yəni 20 olacaq. Deməli, bu funksiya qiymət olaraq bizə 20 qiymətini qaytardı. Çap olunacaq nə? Print olunacaq 20. Ən sadə, rahat nümunəsi idi. Sonra baxaq, indi bir dənə ümumiləşdirək. Deməli, def bizə nə oldu? Definition, yəni funksiya sözündən götürüldü. Yeni funksiya yazanda def açar sözündən istifadə etməliyik, başlamalıyıq bununla. Return nə oldu? Funksiyanın bizə qaytardığı dəyər oldu. Funksiya bizə hansı qiyməti qaytarır? Oldu formal parametr, bir də oldu faktiki parametr. Formal parametr nədir? Bunun içərisində f, x, y yazarsınız. F nə bilim, a, b yazarsınız. Fərqi yoxdur. CD yazın. Nə yazırsınız yazın. Mənası yoxdur. İki parametr varsa bunu belə başa düşür. F birinci, ikinci kimi qəbul edilir. Yəni bu burada a, b falan kimi fikirləşmir. Bura nə yazsanız formalni parametrdir. Yəni prosta bunun yerini göstərmək üçün ki, vergüllə göstərsin ki, 2 dənə parametri var. Yəni sən burada tam ki yazdın ki f, x, y, defdə. Sonra altda istədin ki print f, ab. Bu ikisi bir-birinə bərabər olacaq. Çünki əsas funksiyanın adıdır, ad hissəsidir uşaqlar. Adına diqqət edin. Da sizə f verəndə gedib y funksiyasını tapmayın. Nə bilim, l funksiyasını tapmayın. F funksiyasını axtarın. Yəni bu içinin mənası yoxdur. İçində nə olursa olsun hərf kimi. Amma bir də var faktiki parametr. Deməli biz dedik ki bu təsvir üçündür. Təsvir üçündür. Yəni təsvir edir ki burada 2 dənə parametr var. Ancaq bu hesablama üçün istifadə olunur faktiki parametr. Yəni bizə bir hərf yox, rəqəm qoyursa bu artıq faktiki parametrdir. Yəni faktik olaraq bu parametrləri bizə hesabla deməkdir. Aydındır. Aha. Sonra funksiyanın var parametrli, yəni sonradan qiymətlər verə biləcəyimiz növü, bir də var parametrsiz növü. Yəni biri var sən ona input edə bilirsən, daxilində bir input yerləşir. Bir də var ki input yoxdur bunun daxilində, elə özündən, yəni bu funksiya səslənəndə bu işi görür sırf. Sonra var alt proqramların, bayaq dedim mən sizə alt proqramda demək olar, alt proqram. Funksiya. Bir də prosedur da dedim deyə bilərik, prosedur. Nəyə görə? Bunu nəyə görə adlandırırıq? Alt proqram ümumi adıdır. Ümumi olaraq alt proqramdır. İki hissəyə ayrılır. Funksiya ola bilər, funksiya. Mövzu olaraq funksiyaya gedir dərs. Amma prosedur növü də var onun, prosedur. Prosedur da ola bilər. Çıxlar, funksiya odur ki, hər hansı bir riyazi dəyər qaytarsın bizə. Yəni return olsun içərisində. Prosedur odur ki, hər hansı bir prosesi icra edib bitirir. Yəni yalnız proses edir. Yalnız proses icra edir. Yəni bir funksiya yerinə yetirmir. Bunun bir funksiyası yoxdur. Verilən prosesi yerinə yetirir. Belə başa düşünün. Əgər içəndə return gördüsə çox asandır seçmək. Return gördüsə bu nədir? Funksiyadır. Yəni qiymət qaytarır. Return yoxdursa prosesdir. İndi gəlin bir dənə bayaq ki nümunəyə qaydaq. Bu nədir uşaqlar? Funksiyadır, proses. Funksiya.
Bəli, bu funksiyadır. İndi gəlin buna baxaq. Bu nədir sizcə? Processed var, return yoxdur. Bəli, return yoxdur. Daxilində bir return verilməyibdir. Salamı çap edəndə print salam eləyirik. Bizə nəyi çap edir? Bax, print ola bilər, ha, içində print ola bilər, amma return yoxdur. Yəni bir qiymət dəyər qaytarmır, dəyər vermir. Print eləyəndə bizə nə verir? Salam Python öyrənən şagirdlər sözünü nə edir? Çap edir. Vəssalam. Gəldik rekursiv funksiyalara. Rekursiv funksiyalar dedikdə nə başa düşürük? Rekursiv funksiyalar dedikdə. Rekursiya anlayışını bilirsiniz nədir? Həndəsi silsilədə olmalıdır. Təkrarlanma. Yəni siz bir qiyməti tapmaq üçün digər qiymətə ehtiyacınız var. Def faktorial. Birinci faktor. Bu niyə də def gördünüz? Bu defi oxudunuz. Birinci printə baxın. Görün print sizdən nə istəyir? Deyir ki, print elə faktor 5'i ki, bunu f eləyim də uzunu gedəcək belə f5'i. Bu da f olsun. F olsun. Print elə f5'i. İndi baxın f5. Görürəm ki, bir funksiya adı var. Gəlin bura. N'in yerində nədir? Uşaqlar 5 durub da, düzdürmü? f5'i tap mənə deyir. İndi baxıram, f5 n bərabərdir 1'ə. Yox. Gələm else. Return etsin, n vurulsun, f, yəni n nədir burada bizdə? 5. 5 vurulsun, f4. Mənə qiymət olaraq bunu return eləməlidir. Amma bunu return eləmək üçün mən f4'ü bilməliyəm axı, f4 nədir? Onda baxıram, görüm f4 neçə olar ki? f4. n4'dür bu səfər, düzdür? Onda nə olacaq? Yenə else daxil olur. 4 vurulsun, f3. Aha, baxıram ki, indi f3'ü bilmirəm. f3 nə olar? 3 vurulsun, f2. Yenə də bilmirəm. f2. 2 vurulsun, f1 olacaq. Yəni 2 çıx 1. Aha, baxıram ki, f oldu bir. İndi f1'ə baxıram. f1 olanda n1'ə bərabər oldu mu? Oldu. Return elədi 1 qiymətini. Deməli, bunu tapdım ki, bu 1'dir. O zaman f2 olacaq nə? f2 olacaq 2 vur 1, 2. f3 nə olacaq? Bunun yerinə 2 qoyduq. f3 olacaq 6. f4 olacaq. Bu f3'ün yerinə 6'nı tapdım axı, qoydum. Olacaq 4 vurulsun 6, 24. Və nəhayət f5 nə olacaq? f5 də olacaq 5 vurulsun 24. Yəni 120. Bu faktorialın artıq defdən yazılışı idi. Rekursiya nə oldu? Rekursiya oldu ki, bunun qiymətini tapmaq üçün təkrarlanma edərək digərlərinin qiymətini tapırıq və bir-bir yerinə qoyuruq. Baxın, burada bu mənim çəkdiyim şəkil deyil, internetdəndir. Burada görürsünüz ki, sıfırdan başlayıb, mən birdən başlamışam. Faktorial 0'ı tapır. Faktorial 4'ü istəyir. 4 üçün 3 lazım olur. 3 üçün 2, 2 üçün 1, 1 üçün 0. Return'ünü 0'da verir. Yerinə qoyaraq gedir hamısını və axırda F4'ü tapır. Sonra uşaqlar, qlobal və lokal dəyişənlər nədir? Tam ki, mən deyirəm ki, məsəl üçün 2'nin kvadratı belə olmaz. 2 işte 2 tam ki, işte gel al.
Belə bir funksiya yazdım. Yəni elə belə bunun həllinə baxaq görək necə həll olunar. Burada nə edərəm? A3 edərəm. Düzdürmü? A3'ü qoyduq yerinə. D bərabər olacaq. 2'nin kvadratı, yəni 4 üstə gəlinsin. Nə edirəm? A. Yəni 3'ü. D oldu 7. A bərabər oldu A, yəni 3. Üstə gəlsin. Ha, bunu y qoymalıydım. Bir saniye, bir y olmadı. Üstə gəlsin y, yəni 5. Üstə gəlsin D, yəni 7. Nə oldu A'mız? 3 üstə gəlsin 5, 8. Üstə gəlsin 7, 15. Return elə 15'i. Yəni print elədi. Return oldu 15. Print elədi. İndi bu proqramda baxaq. Bu proqramda bir D dəyişəni gördük. D dəyişəni. Bir də Y dəyişənini gördük. Düzdür? Bir də A var idi. A onsuz da funksiyanın adı idi. Bu heç. İndi baxaq. D dəyişəni və Y dəyişəninə baxaq. Burada D dəyişənimiz oldu bizdə nə? Lokal dəyişən. Y dəyişəni olacaq. Qlobal dəyişən. İndi lokal dəyişən nə deməkdir? Lokal dəyişən odur ki, yalnız defin içərisində olur. Yerli də, yəni. Ancaq defin içərisində işlənə bilər. Amma qlobal dəyişən odur ki, defin xaricində də işlənə bilər proqramın özündə. İçərisində də işlənə bilər. Yəni içərisində ola da bilər, olmaya da bilər. Əsas odur ki, yəni defdən xaric də işlənə bilər. Burdadır. Başa düşdünüz? Bu qlobaldır. Bunu içəridə də işlədə bilərsən, çöldə də. Amma bu ancaq defin içində olduğuna görə bu artıq nə olur? Lokal dəyişən olur. Başa düşdünüz? Bir dəyişən defin içərisindədirsə yalnızca bu olur lokal dəyişən. Def xaricində və yaxud da içərisində varsa, həm içərisində və yaxud da yalnızca xaricində. Bu olur qlobal dəyişən. Bir də bununla bağlı buradan çıxım. Ehtiyac yoxdur buna artıq. Don't save. Bir saniyə. Liftlə bağlı sizə əsas vacib bir şey göstərmək istəyirəm. Niyə belə işdir? Kompüterim bilmirəm. Çox yüklənib. Nə olub başa düşmürəm. Ha, bu kompüter belə deyil bu gündən sonra. Çox səhv işləyir. Nə bilmişəm. Heç. Ha. Deyirəm ki, tutalım kim? Ha. If X.
İndi belə bir şey istəyirəm. Neydi bunun adı? A. Programı tam görebilirsiniz uşaqlar. Hı, görürsünüz. Aytaç nə çap olunur səncə məntiqlə? Mən 5-1 çap olunacaq. Hı. Yəni nə çap olunur? 5-1. Və nə çap olunur? 5-1. Hı hı. Sizi qıdamıram, çünki normalda ifi belə öyrənmişsiniz, düzdürmü? 5-1-in çap olunacağını gözləyirsiniz. Amma funksiyada belə bir təzad var ki, yəni əslində məntiqlə fikirləşib görəcək, hə, düz deyirsiniz də müəllim. Funksiya bizə nə etməlidir? Funksiyanın funksiyası nədir? Dəyər qaytarmaqdır, düzdürmü? Funksiya bir dənə dəyər qaytara bilir uşaqlar həmin anda. Yəni bir müraciətdə bir dəyər qaytara bilir. Və o dəyəri qaytardısa, yəni sən müraciət edirsən ki, məsəl üçün də tutalım ki, mənim konturum nə qədərdir, balansım nə qədərdir? Məsəl üçün sənə balansı verdi. Düzdür, işi bitdi də işi, balansı soruşmuşdum. Aydındır, bir qaytardı qiyməti. Sonra artıq istifadə eləyəsən, eləməyəsən, balans nə qədər qalacaq. Tam ona uyğun nümunə gətirə bilmədim. Olsun. Nəsə. İzah eləmək istəyirəm ki, bir dəfə görəcək o şu. Bir dəfə dedim, bir dəfə verdim. Yəni indi burada bizə bircə dənə qiymət qaytaracaq. O da 5 qiymət olacaq. Baxın, 5 qiymət. Nəyə görə? Çünki ilk if-i görəndə, ilk if söhbəti deyil burada əsas. Yəni return etdi, return etdisə proqram bitdi, sonrasına baxmır. Aydındır? Yəni sizin if-lə bağlı mənə görə bilməli olduğunuz ən vacib, yadda saxlamalı olduğunuz ən vacib detal budur. Mənə görə. Aydındır? Yadınızda qalacaq. Bir return, bir dənə return. İkinci bir return'a ehtiyac yoxdur. Okay? Belə. İndi mən şeiri dayandırım, testimiz işləyək. Saniyə, şeiri deyirəm. Rekordu dayandırım. Stop recording edim.